zamanında bəzi zamanlar vardı ki, bəhanələrə insan inanır. Bir zamanım yoxdur, nə bilim, gələ bilmirəm, nə bilim. Qəribə insan heç ağlına gəlməyən bəhanələr gəlir. O şey ağlıma gəlir. Bir cizgi film var. Dovşan kirpini qucaqlamaq üçün ona pambıqdan belə şeylər batırır, onun tək hər dikəninə batırır, sonra onu qucaqlayır. Mən o cizgi filmi görəndən sonra daha mənə heç bir bəhanə artıq mənim üçün keçərli deyil. Dediyim gibi bəzi şeylər var ki, o bəhanə nə deyil, bəzi məsələn səbəblər var ki, bir dəfə ya da iki dəfə olar, görürsən ki, həqiqətən zamanı olmur, işi olur. Yəni bu ancaq ilişkidə deyil, dostlar arasında, ailə arasında olur. Amma sürekli belə deyim də, ən çox da bu aralar ilişkilərdə, yəni münasibətlərdə olur. Məsələn, elə suallar gəlir mənə bununla bağlı. Elə zamanım yoxdur yazmağa, mən bir yerə götürməyə, amma baxırsan ki, tövbəsə başqasını götürüb gəzməyə ya da özü gəzməkdədir. Yəni bunlar bəhanədir. Sözüm ona gəlir ki, sizinlə zaman keçirmək istəyən, gecə yarısı bile olsa o zamanı bunlar gələr. 2 dəqiqə bile olsa telefonu açar, səsinizi eşidər. Yəni ay mən falan yerdəydim, ay bunlar bəhanə. Vəssalam.